Son günlər Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinin xanım tələbələri ilə bağlı sosial şəbəkələrdə yayılan saxta və təhqiredici paylaşımlar geniş müzakirələrə səbəb olub. İddialara görə açıq profillərdən götürülən foto və videolar montaj edilir, o cümlədən süni intellekt alətləri vasitəsilə dəyişdirilir və alçaldıcı formada yayılır. Qısa müddətdə yaradılıb silinən səhifələr isə bu halların təsadüfi deyil, planlı və məqsədli şəkildə həyata keçirildiyi ehtimalını artırır. Mənə həqiqətən çox maraqlıdır ki, bu insanların beyninin kirliliyi daha hara qədər irəliləyəcək. Daha hansı nöqtəyə çatanda artıq bizim millət, bizim insanlar başa düşəcək ki, böyük bir təhlükə var qarşımızda. Öz şəxsi hesabına ne? Qız deyək ki, özünü də paylaşmır ki, deyək bəzi insanlar gəlib yazsın ki, o da özünü paylaşmayardı. Qızın şəxsi hesabından profil şəklindən, normal profil şəklindən qızın üzü götürülür, oğlanın üzü götürülür, git-git postlara, şəkillərə və s. çevrilib, sosial media hesablarında paylaşılır. Və bu bizim üstündən keçə biləcəyimiz bir məsələ deyil, çünki hamımız təhlükə altındayıq. Burada hamımız birlikdə o səsimizi çıxartmalıyıq ki, bu hadisəni həyata keçirdən şəxs məsuliyyətə cəlb olunsun, bir cəza alsın. Yoxsa bunun üstündən belə həd edib keçirsələr başımıza çox şeylər gələcək. Bu cür hallar artıq təkcə etik problem deyil, kibercinayət əməlləri daşıya bilər. Rəqəmsal platformalarda şəxsi məlumatların icazəsiz istifadəsi, görüntülərin saxtalaşdırılması və nüfuzun zədələnməsi qanunvericilik baxımından məsuliyyət yaradır. Süni intellekt texnologiyalarının əlçatan olması isə bu riskləri daha da artırır. Bu cür halların qarşısının alınması üçün həm hüquqi mexanizmlər, həm də texniki nəzarət gücləndirilməlidir. Bu kimi halların hüquqi qiymətləndirilməsi necə aparılır? İnzibati xətalar məcəlləsinə xırda xuliqanlıq maddəsinə əlavələr edilmişdir ki, həmin maddənin 510.2-ci maddəsində qeyd edilir ki, internet informasiya ehtiyatında və informasiya telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə 500 manatdan 1000 manata qədər məbləğdə cərimə, işin hallarına görə isə pozuntuunu törədən şəxsin şəxsiyyəti nəzərə alınmaqla, yəni cərimə cəzası kifayət sayılmadıqda 1 ay müddətinə inzibati həbs tətbiq edilə bilər. Bundan başqa, Cinayət Məcəlləsinin 148 prim 1-ci maddəsinə uyğun olaraq internet informasiya ehtiyatında saxta istifadəçi adları, profil və hesablardan istifadə edərək şəxsi təhqir etmək, artıq burada da cinayət məsuliyyətinə səbəb olan hallar aşkar edildikdə, şəxs hüquq mühafizə orqanına müraciət edərək deməli, həmin hərəkətləri edən şəxsin 1000 manatdan 2000 manata qədər miqdarda cərimə, 360 saatdan 480 saatədək müddətə ictimai işlər və ya 2 il müddətinə qədər islah işləri və ya 1 il müddətinə azadlıqdan məhrum etməklə cəzalandırılmasına da nail ola bilərlər. Bəs texniki baxımdan bu cür saxta görüntülər necə hazırlanır? Süni intellektdən bu məqsədlə necə istifadə olunur? Bu məsələnin texnoloji tərəfini aydınlaşdırmaq üçün internet texnologiyaları mütəxəssisinə müraciət etdik. Süni intellekt alətlərinin inkişaf etməsi ilə əlaqədar, burada motion kontrolun və digər xüsusiyyətlərin, funksionallıqların inkişaf etməsi ilə əlaqəli olaraq da eyni şəkildə də süni intellektlə yaradılmış və şantaj xarakterli istifadə olunan, istərsə də zərərçəkərlərin psixoloji durumuna təsir edə biləcək videoların da belə deyək, miqyası geniş sürətdə artıbdır həm sosial şəbəkələrdə, həm də digər platformalarda. Bakı Dövlət Universitetinin hüquq tələbələrinin də başına gəlmiş hadisə ilə bunlarla əlaqəlidir. Demək, əsasən belə hadisələr öz şəxsi məlumatlarını, istər üz görüntüləri olsun, istər digər məlumatlar olsun, sosial mediada açıq şəkildə paylaşılan, istər Instagram olsun, istər LinkedIn, istərsə də digər TikTok kimi platformalarda açıq şəkildə paylaşılan insanların başına tez-tez gəlir və bu hadisələr zamanı da mənim həm tələbələrə, həm də digər istifadəçilərə, internetdə sosial media istifadəçilərinə tövsiyəm olar ki, mütləq şəkildə çalışsınlar ki, sosial media hesablarında əgər belə hallarla qarşılaşmaq istəmirlərsə, hesablarını private, yəni məxfi hesab kimi istifadə eləsinlər. Əlavə olaraq da tanımadıqları şəxsləri həmən hesabı qəbul eləməsinlər. Şübhəli hal olduqda mütləq şəkildə dəqiqləşdirsinlər. Çünki bəzən belə bu tipli
yollara əl atan insanlar, onlara yaxın olan insanlar adından da fake profillər açırlar və daha sonra onlara istək atırlar ki, onların şəxsi məlumatlarına giriş əldə edə bilsinlər. İstər stories hissəsindən, istər postlardan, istərsə də video hissəsindən. Bunlardan hər hansısa bir məlumatları topladıqdan sonra onları götürürlər müxtəlif onlayn formada təqdim olunan pullu və pulsuz süni intellekt alətləri var ki, orada onların üzünü ora montaj eləyərək, yəni orada deepfake texnologiyasını dəyişərək artıq istər xoş olmayan, etik olmayan videolar, istərsə də başqa formada videolar hazırlayırlar və xüsusən də bunu gecə vaxtı paylaşırlar ki, həm onun kəşfiyyata düşməsini artırsınlar, həm də bundan zərər çəkənin xəbəri olmasın. Çünki əgər zərər çəkən bundan xəbərdar olarsa, öz bu dəlilləri toplayıb daha sonra platformanın özü vasitəsilə, misal üçün əgər Instagram nə olursa Instagrama, TikTok'dan olursa TikTok'a bununla bağlı şikayət göndərə bilir və operativ şəkildə Instagram və ya TikTok ona baxaraq bunları aradan qaldıra bilir. Bu nəinki Bakı Dövlət Universitetinə, həm də eyni şəkildə vəzifəli şəxslərə, müxtəlif belə deyək, xüsusilə də cəmiyyətdə tanınan insanların da reputasiyasını aşağı salmaq, onları da psixoloji cəhətdən pis vəziyyətə qoymaq üçün də istifadə olunan texnikadır deyə. Mən yenə də hər kəsə tövsiyə edirəm ki, sosial mediadan istifadə edən zaman fərqində olsunlar və çalışsınlar ki, belə hallar olanda mütləq şəkildə operativ məlumatları toplasınlar və platform üzərindən də lazım olan tədbirləri həyata keçirsinlər. Əlbəttə ki, bunun hüquqi tərəfləri də var. Burada hüquqi dəstəklər ala bilərlər o tərəfdən. Əlavə olaraq da bu belə proseslərin ən yaxşı qorunma yolu mən düşünürəm ki, sosial maariflənmə, kiber təhlükəsizlik cəhətdən maarifləndirmə proseslərinin həyata keçirilməsidir ki, insanlar sosial mediadan düzgün istifadə qaydasını, təhlükəsiz istifadə qaydasını anlasınlar. Sonda onu da bildirək ki, rəqəmsal mühitdə törədilən bu cür əməllər anonim görünsə də izsiz deyil. Kibercinayət hallarında texniki izləmə və hüquqi araşdırma mexanizmləri mövcuddur. Rəqəmsal təhlükəsizlik isə artıq seçim deyil, zərurətə çevrilib.